Salam olsun əziz dostlar. Bu gün də sizə maraqlı bir məntiq sualı izah edəcəm. Magistr 2-ci cəhddə məntiq olimpiadalarında bu sualı görə bilərsiniz. Şəkildə verilmiş kalkulyatorun işləyən klavişləri göstərilib. Bura baxın. Kalkulyatorda yalnız plus, minus, vurma, bölmə, bərabər 3 rəqəmi ilə 6 rəqəmi verilir. Yəni qalan rəqəmlər işləmir. Məsəl üçün 342 ədədini almaq istəsək, ən qısa yolu nə edərik? 336 üstünə gəlinsin 6 bərabərdir 342. Biz burada da qeyd edib ki, gördüyünüz kimi ən tezi 6 addımdan ala bilərik. Yəni bax 1, 2, 3, 4, 5, 6. 6 dənə addım istifadə eləsəm, mən 342-ni ala bilərəm. İndi mənə sual verir ki, 7 ədədini ən tezi neçə addımdan ala bilərik? Yəni biz 3-dən 6-dan plus, minus, vurma, bölmə, bərabərdən istifadə edib 7 ədədini almalıyıq. Və ən az neçə addım olacaq? 7 almaq üçün biz bunu belə bilərik. 3-ü bölək 3-ə, alay 1, üstünə gəlinsin 6 bərabərdir neçə olur? 7. Bizə deyir 7 ədədini ən tezi neçə addımda olmaq olar? Addımlar bunlardır. 1 addım, 2 addım, 3 addım, 4 addım, 5 addım, 6 addım. Bura qədər 6 addım olur. Avtomatik sualımızın cavabı bizdə olur A variantı. Nümunədə də vermişdi. Baxın 1 addım, 2 addım, 3 addım, 4 addım, 5 addım, 6 addım. Nəticə addım sayılmır. 6 addım bərabərlikdən sonra sayılmır. Bizdə də oldu 6 addım. Belə bir sualımız var. Çox sadə sualdır. Bu iki dənədən bunu almalısan. Diqqətlə baxsınız, məsəl üçün, bax burada ağ rəngdir. Burada da həmin yerdə ağ rəngdir. Nəticədə nə yaranıb? Qara rəng. Qeyd edirsən ki, özün üçün ağ rəng üzərinə ağ rəngi olanda qara rəngi olur. Sənə maraqlı olmalıdır. Bəs qara rəngdən qara rəngi nə verir? Onu bir dən qeyd edək. Məsəl üçün, bu qara rəng. Burada həmin hissədə də qara rəng. Nəticədə nə yaranıb? Ağ rəng. Qara üstə qara ağ verir. Bunu da qeyd elədin. Sənə maraqlı olmalıdır ki, bəs əks rənglər nə verir? Bax, bu qara, bu da ağ. Nəticədə nə yarandı? Ağ. Qara üstə ağ, ağ verir. Bəs ağ üstə qara nə verir? Baxın, burada da ağ üstə də qara, ağ verir. Yəni, qara üstə də ağ, ağ verir. Ağ üstə də qara, ağ verir. Bu üç dənə qaydanı biləndən sonra sual və cavabı tətbiq edirsən. Yəni, məsəl üçün, bax, qara, bu da qara. 2-dən qaranın toqquşması nə verirdi bizdə? Ağ. Bu isə ağ olmalıdır. A variantı düz verib. B-də də düz verib. Məsəl üçün, C-də də düz verib. D-də də düz verib. Y variantı